Daşınmaz əmlak bazarında son illərdə ciddi şəkildə qiymət artımları baş verir. Satılan əmlaklara nəzər salsaq, bu daşınmaz əmlakların əsas hissəsi müxtəlif kreditli şərtlərlə verilən əmlaklardır. İpoteka krediti ilə satılan əmlaklara isə daha çox üstünlük verilir. Hazırda son bir neçə ilin statistikasına nəzər salsaq, ortalama son 3 ildə satılan əmlakların təxminən 65-70%-ə qədər hissəsi müxtəlif növ kreditli şərtlərlə satılan əmlaklardır. Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev Misya TV müsahibəsində deyib ki, mənzil bazarında müştəri çoxluğu daha çox ipoteka ayrılan zaman müşahidə olunur. Buna da əsas səbəb vətəndaşların kreditli şərtlərlə mənzillər axtarmasıdır. Bakının mərkəz və mərkəzə yaxın ərazilərində ipoteka predmetinə çevrilə bilən əmlakların satış qiymətlərinin kəskin baha və saylarının məhdud olması səbəbindən artıq mənzil alıcıların böyük bir hissəsi Bakı ətrafı ərazilərə üst tuturlar ki, bu da Bakı ətrafı ərazilərdə də daşınmaz əmlakları tələbatı artırır. Beləliklə, sözügedən ərazilərdə bir sıra qiymət artımı baş verir. Ekspert onu da əlavə edib ki, digər tərəfdən paytaxtın mərkəzi ərazilərində artıq torpaqların dövlət ehtiyacı üçün alınması prosesi gedir. Bu zaman da insanların evləri sökülərkən onlara mənzil yox, kompensasiya olaraq pul verilir. Onlara ödənilən məbləğlərlə əmlak bazarında müştəri çoxluğu yaranır. Evləri sökülənlərin böyük bir hissəsi Bakı ətrafı ərazilərə, xüsusilə Abşeron, Xırdalan, Masazır və digər ərazilərə gedir. Həmin yerlərdəki əmlak qiymətləri mərkəzə nisbətən daha ucuzdur. Bu baxımdan paytaxt ərazisində söküntülər getməsi, şəhərin boş qalması, paytaxt əhalisinin bir hissəsinin Bakı ətrafı ərazilərə üst tutmasına səbəb olur. Bu, digər ərazilərdə müştəri çoxluğu ilə bərabər həmçinin yaxın gələcəkdə paytaxt ərazisində insan sıxlığının qarşısını alacaq. Zərintac Mayız qızı, Təbriz Quliyev, Misya TV.